Salam dostlar, hər vaxtınız xeyir olsun. Selamun aleyküm. Səhər tezdəndən özdə məni yoldan çıxardaraq Leyla Gidirik cehennemin dibine. Gün Günə- batımını izlemeye. izləməyə, gün batımında şəkil çəkdirməyə və video çəkməyə. Saat neçədir olur? 3:34 və Leyla məni imkan verməyib yatmağa. Evdən çıxırıq hal-hazırda, maşına mindik. Gedirik gün batımında şəkil video çəkməyə və sifətimdən də görürsüz ki, mən necə yorğunam və yuxum gəlir. Bir şəkil çəkdirməyi arada sevib, arada sevməyən insan mən. Əslində çəkdirirəm, çox vaxt heç nə paylaşmıram. Nəysə, uyduq bu dəli qıza. Gidirik gün batımını izlemeye. Okay. Yenə deyir izləməyə. İzlemeye değil altında. Gelin gidelim bizden bir yerde gün batımını izlemeye. Bəli, biz artıq yoldayıq, gedirik. Dedim ki, evə çay içirdik, şəhərdəydik, gəldik evə. Deyir gedək deyir buradan günəşin doğuşuna baxaq. Deyirəm ay Leluş, qoy yataq. Ya da ki gedək evə də. Neçə saat nə edəcəyik biz günəşin doğuşunu? Bir elə İnsan evə getdisə çıxmaq bilmir. Mən bunu andaman eləyib, and içdirib, demişəm ki, evə getsə and iç ki çıxasan. Dedi ki, ya hə çıxacaq. İnan. inandı Evet, hal-hazırda yoldayım. və hal-hazırda yoldayıq, amma niyə inandın mənə onu da bilmirəm. Mənə bu qədər güvənmə. Güvənirəm, sonsuz güvənirəm. Sən sonsuz güvəndiklərin bir işə yaramır. Məncə sən sonsuz güvənmə. Heç nə. Gedirik indi. Allah kərimdir. İnşallah ki, çox külək olmaz. Biz çəkə bilərik. Qəşəng olacaq. Mən başıma bax elə. Buradan belə əlbəttə ışınlanır. Bəli, biz artıq yoldayıq dostlar. Burada öyrənirik dostlar, öyrənirik. Biraz texnologiya cahiliyəm. Biz Allah qoysa buranın yolunu Heç kimə maraqlı olmayan o maraqsız vlogumuzla qarşınızdayıq. Bu da məni tutmur. Allah qoysa buradan düşməyə yol var. Bəli, biz gəlmişik. Gün deyəsən çıxmayacaq. Çok mu komik? Gün hayandan çıxmayıb. Gün elə bir bizə deyir ki, qadın alım olmur, alınmır. Balam çox pis, tırsaq insandan gəlmisən bura və tırqalayan mənəm. Yala biz girdik bura. Gi- Yala batacağıq. Demə, Yala sənə batacağıq. demə. Çox pis şey var. Bir dəqiqə, çox pis, bir dəqiqə. Buna gülməməliyəm, amma gülməyim də gəlir. Ay batdıq sən. Maşın Maşın batıb. Ay qardaş, qalan əmizə kömək edirlər. maşın Şimdi sen nane yemedin mi? quma batdı. Leyla. Bir dəqiqədə çıxacağıq. Hər yolun bir sonu var. Dur tələ. Nə edəcəyik? Səni keçmir maşın. Zarafat eləmirsən də. Səni Allah zarafat eləmirəm. Bir dəqiqə kameranı söndürək. Bir dəqiqə nəticəni paylaşacağıq. Çox gözəl dostlar. Maşın da batdı. Maşını necə çıxardacaq Leyla? Gəl bura, qaçma. Leyla, maşını necə çıxardacaq bala? Allah haqqı, biz nətər çıxardacaq ya? Çıxmır maşın, itələ də Leyla. Az nədən? Baxırsan, hər yerə qorxuram. Tuşqa baxma, get. Leyla, get, tuşqa baxma. Ay Allah, bu nə zibil? Sənin zibilibə düşmüşəm Leyla mən. İndi olmur, tək problemimiz budur. Maşın orada qalıb. Ayağının altına bax, ayağının altına bax. Meyvəyə dəymə. Hava da dəhşət soyuqdur. Yəni ki bizim bundan Sən maşını xoddu qoy. şarik çıxmalıdır orada. Bir yumru şarik çıxmalıdır oradan. Uf Leyla. Uldama. Hayatıma sebep olan Şunu da batıb əsəb keçsin. Deyimə. Çox qəşəng video çəkəcəksən. Bax orada quş da uçur. Nə gözəlsən, sənə qurban. Nə bilim, narahat eləyir səni. Ay, hey var. Ona görə deyirəm. Hazırsan?
Bilirsən nə çəkirik? Nə? Mən səninlə bir yerdə qaçacağam. Qaçasan? Hə. Bu tərəfə ya. Bu tərəfə salak hə. I'm just a kid who's 4. Each day I grow some more. Olmadı bir də. Ciddiyəm. Aha Leloş. Hazırım. Motor. Triplere bak. Vallahi bilemiyorum. Şöyle olsun. Dostlar, biz videomuzu çəkdik, şəkillərimizi də çəkdik, amma bir məsələ var ki, gözümlə ayaqlarımı yuyum. Bir məsələ var ki, maşınımız batıb. Onu az əqqamı verənə baxırsan. Ayda, Leloş. Ay Leloş, biz nətər gedəcəyik Lelo? Ayda. Leloş, gəl gedək görək maşın nətər çıxardırıq. Cəmatın da maşını batıb, bəlkə bizi kömək gəlirlər. Bunların da maşını batıb. Və bizim də maşınımız orada batıb. Bir baxın, onlar da çıxa bilmir. Gəl biz onlar da bizə kömək eləsin. Ağırıq da. Hazırda internetdən nə axtarsan Leloş? 56-ya zəng edim. 156. Orada elə yazır. Hə, yaxşı. Allah yığ mənim telefonuma. Denən ki, qalmışıq yolda. Maşın batıb, sizə konum atıq. Gəlin də qardaş. Sən sözündən niyə yola çıxdın görəsən? Aa, parolü. Burada deyim ham bilsin parolunu. Salam. Biz hardasa Ambram Mall tərəfdə maşını bu qumluq tərəfə çəkdik. Maşın burada batıb. Köməklik eləyə bilərsiniz zəhmət olmasa. Ben ne maşındı? Çanqan. Sedandı, cifti. Nə? Yunize Jeep. Aydın, evakatın girebileceği yerde. İnşallah girə bilər deyə düşünürəm. Şeydir, qum dənən. Qumluq çoxdur deyə təkər ilişib arxaya getmir. Anladım. Yönlendiren evakatı 50 manat olacak sağması. Qeydalar siparişin. Aha, tamam olsun. Biz konumuz sən necə ataq? Bizi tapa biləcəksiniz. Seyirci ihtiyaç olsa bir şeyden nəzər çatdım. Əraziyə girməm mümkün olmazsa və yaxud da batarsın yanacaq planlanacaq. Sizdən 20 manat. Tamam. İnşallah batmaq. Əlaqə saxlayacaqlar. Təşəkkür edirik sənin Sağ olun. Sənə görə 50 manat zibilə düşdüm. Səbəb? Niyə düşməliyəm mən zibilə Leyla? Gəl itəliyək başıdır. Mən deyirəm ki, bunların sahibində olmamış olmaz. Bax, o maşının arxası var ha. Ora ip bağlanıla bilən bir şeydir. Başa düşdün? Bilirəm, indi o maşının sahibini harada tapaq? Onlardır bəlkə. Az bəlkə yuxarıda yatıblar. Mən də onu deyirəm də qapılarını döyək. Ay qonşu. Edirəm, göründü qaqan nağaracaq. Görmü qaqan nağaracaq, nağaracaq görəsən qaqan. Kimsə var burada? Oyaq olan var. Salam, sabahınız xeyir. Sizin maşınınızda o iplərdən yoxdur. Bizim maşın ilişib qalıb orada. Köməklik eləyə bilərsiniz, zəhmət olmasa. Əgər yoxdursa, okey. Sizin maşında heç olmasa. Hə, tamam onda başa düşdüm. Sağ olun. Leyla, səncə evakator nə vaxt gəlib çıxacaq? Mən düşünürəm ki, biz burada... Yox, günəş indi çıxır. O yumru şey indi çıxır, o yumru şey. Şarik indi çıxır. Neyse, çayımızı içək bakalım. Onsuz da batmışıq, yəni anında da çıxar. Dəniz havası D vitamini gündə çıxır. Çayım içək. Hey Allah. Gəlir. Gəlir. Alo. Alo. Salam, bəli. Evakatı rayına tanışdı. Bu maşınlar da bundan nətərdir vəziyyət? Çox girmişsin kuma. Yox, az. Yox, az girilib. Qabaq hissəsi elə bil ki, qabaq təkər girib. Bir də imkan varsa maşının videosunu təkib ata bilərsiniz, WhatsApp baxarım, yəni gəlib çıxartmaq olursa gəlir, yoxsa boş-boşuna gəlmir, yəni ifadə tutmasın. Hə, tamam. Bu gəlməsə maşın burada qalacaq. İnsan bildik. İnsanlıq öldümü? Sən mən biləndə məni ziyana saldın. Balam, çıxacaqdan şey yoxdur, məsələ bir dənə danışırsan. Bu evakuatorla danışsan görəsən, bunların da maşını batıb da 25-25 atışa bilərik, 2 dənə maşın çıxar. Elə bil 50-50 çox olur da, başa düşdün, 100 manat ara yerdə deyərik ki, qardaş, ikisini də çıxart, o sənin cibinə getsin də, başa düşdün, xəbərləri olmasın, bir dənə zəng bilirlər də.
Elə bir ki, bunların da maşını onda çıxar. əli Faizini 25-25 olanda faizini koy cebine. Deli melisin ama belki içimizde en akıllı sensin. Geri zekalı 25-25 olanda yenə 50 manat gedir. Yaxşı əlavə, yaxşı 70 olsun. 70 manat. Biz 20'ni verək, onlar 50'ni. Hə, ay nəsə yazır. Sən nə Yoldan nə qədər aralıda maşın etməyin, yoldan nə qədər. Hər yer qumluqdur ay qardaş. Denən ki çox aralı deyil də. Çox Dənizin Aralı. qırağında. deyil. Aralı deyil. Klaviaturan şey. Denən konum atırıq da, niyə əsəbləşdirsən bizi? Ay yolda götür. Biz əslində şey eləməliydik. Videonu belə çəkməliydik. İş bu. Gələn səfər gələn batmalara dək. Çəkərik. Sən can deyə. Bax görürsən. Mikrofonun gör açıqdır, Leyla. Mikrofona qoy yürü. Hə. Dəqiqə. Gəliblər imdadımıza, sağ olsunlar. Hazırsınız. Bismillah. Az başım qarışdı, mənə demişdi. Şeydi. Neyse burada da küçük. Qumam. Hər yerim qumdur. Bəli. Yoruldum. Yorum nə də? Yoruldum. Hə, yoruldum. Heç nə. İndi biz Bakma bana öyle kırgın kırgın. Sen de bana hastasın, nenesi çılgın. dedik ki, güya ki bura gəlirik. Getdə o tərəfə getdə sən. Günəşin güya doğuşunu şey eləyib, zad eləyib, baxıb. Güya gedəcəkdik şeyə, Zavtraka. zavtraka gedəcəkdik. Hər yerimiz qum olduğu üçün, maşının içi də bütün qumdur. Yəni bildiyimiz o qədər qumun içindəyik. Rezalet. Ayağımız, saçımız, başımız yapış-yapışıq bütün. Bu kamera mənim beynimi dərərdir. Dedik ki, gedək evə, çimək, hazırlaşaq. Ondan sonra çıxaq gedək zavtraka. Yəni bugün yatdı yoxdur. Yəni mən bilmirəm Gedirik evə, hal-hazırda gedirik evə nəyi, yatırıq haranı da. çəkirəm. Çox soyuqdur, çox soyuqdur, suda soyuqdur. Mənim deməli əlim şikəst olduğum üçün mən suyu tökə bilmirəm. Leyla sağ olsun mənə kömək eləyəcək, amma deyir ki, su çox soyuqdur. Leyla. Əmin sən soyuqdur. 1 2 3. Mikrofonu koy. Sən bu niyə yapışıb bura getdə? Az ortası qalır. Soyuqdur. Çəkəcəksən, dostsuz da Leyla ortası yapmır. Getmir axı. Əsas o dəqiqəmin getsin. Baş, əlim o pist olanda vurmuşam. Vurmamışam, daha doğrusu qapını açanı tuta bilmədim. O da gəlir. Məsələ isə əlinlə eləmisən bunu. Əlimlə eləməmişəm, ay gerizəkalı deyirəm. Hə. Tuta bilmədim qapını, getdi dəydi. Yıxılayam. Salak yemin ederim geri zekalı bu çocuk ya. Bunu hara aparıram ha? Sən Allah deyən qolun təzə sağalmağa başla. Gedək evə. Hazırlaşaq. Sonra Ora tullayım da Allah rızası. Keyif deyə. Suyu israf eləməyin. İçərsən də evdə. İçəcəksən. Ayağımı soxmamışam ki içinə. Onu götür iç. Niyə tulladın ki, içərdin də? İsrafçısan, Şeydə deyir, əlimdə balta ilə kameranı bağla gör nə deyirəm. Kameranı bağla gör nə deyirəm. Hazır deyiləm. Bugünkü günümüzün sonuna gəlmirik. Hələ biz gedəcəyik zavtraka. Neysə. Belə duzlu. Yoxum gəlir. Amma acab. yəni deməsən ki, çimək zavtraka getməyə. Qalışığım itir. Bu acar yuxarını. Gəl. Buradan oğul.
onlara. Bir dənə bizdəki həvəsə bax. Çimdik, makyajımızı elədik, əynimizi geyindik, utanmaz çıxdıq gedirik zavtırka. 2 dənə buğa bürcü olaraqdan yuxumuz gəlsə də, biz o yeməyi yeyəcəyik. Getdik. Bir insan səhər tezliğinin niye bu kadar enerjili olsun? Oradan bura gelene kadar susmuyor. Eşidirsən, mən yuxulu olanda, yatmayanda çox danışıram. Əslində danışa bilmirəm. Nəysə. Danışmaq istəyirəm, danışa bilmirəm. Saitləri verir. Samitlərlə düz qoş eləyib özüm cümlə yaradıram. Orada əgər yeməyi verməsələr, gec olsa, qayıdırıq bura. Burada deyilənə görə burada da yaxşı zavtırk verirlər, Leyla. Yəni mən acından ölürəm. Sadə baxın, sadə baxamır sadə, nəysə. Yuxum gəlir. Bildiyin yox amma həyatda. Mən bunu açmışdım. Az yaxşı. Ölüyordum, hayatımı kurtardım. Səhər tarqov, axşam tarqov, səhər quşa, axşam quşa, bu nədir az? Bekar değildik yani, bekar insanlar değildik, çok meşguliyetli bir insanlar. Məncə biz Sadece artıq olarak bekarıq çünki bugün tətildir, ona göre Məncə- kəsdə səsini, cəmaata özümüzü biraz sambalıq. aşkım, finala çıxmışıq da, serialımız bitib. Biz yayda onsuz bekar oluruq. Mənim serialım bitir bax. Sənki bitib. Mənki də bitməyib. Və doğrudan o bir serial qalır. Sağ olun dostlar, məncə bu mənasız dialoqa bu qədər də çox qulaq asmasa yazığım gəri. Gəldik doğma məkanımıza, Cookshop'a. Allah sifətimə bax. Belə evə gəldik. Yeməyimizi gözləyirik. Acından ölür. 2 buğa bürcü olasa, yəni indi bilin ki, buğa bürcüləri yeməyi nə qədər sevir. Yəni evdə oturub da nəsə atışdıra bilərdi, sonra yata bilərdi. Amma yox. Biz çünki yemək yeyəndə səviyyəli, qəşəng, bol-bol yemək istəyirik və halımız yox idi ki, duraq yemək hazırlayaq. Amma maşın sürüb gəlmək halımız var. Biz də əməlli qeyri-adiyik. Bayılıram. Bir də bayıl fərə. Aksan Leluş. Mən də acam. Yeməyimiz gəldi. Cookshop'un zavtrakı çox qəşəng olur doğrudan da. Hələ bu tam hamısı deyil. Gətirəcəklər hamısı. Eluja başlayıb. Yuxsuz. Çox möhtəşəmdir. Leyla yeyib. Hal-hazırda yuxluyur. Deməli maşını vermişdik Moykaya. Leylanın çox yuxusu gəldiyi üçün gəldi ki, bəlkə maşını yuyarlar. Hələ də hazır deyil. Həyatından bezmiş bir ədəd Leyla. O demək lazımdır ki, niyə dirəşdin ki, yatmayaq, gedək. Günəşin doğuşunu izləyək, nə bilim. Sonra gedək, çəkil çəkdirək, sonra zavtırka gedək. Bunu istəyən sənsin. Allah Allah iyilik de yaramıyor ya. Mən yox. Mənə çox tərs-tərs baxır. Ya sabır! Gəldi evə. Leyla gələn kimi girdi. Yatdı, yatmadı, öldü bildiyimiz. Heç nə, bugün biz ancaq yatarıq. Bye bye. Kanalımıza abunə olmağı və like eləməyi unutmursunuz.